Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Allah Teala belə buyurur: Ey Adəm oğlu, mənim yolumda malından sərf et ki, mən də sənə sərf edim. Sonra isə belə buyurdu: Allahın sahı doludur, onun gecə və gündüzü onun səxavətini azaltmaz. Ədi ibn Hatim, Allah ondan razı olsun, belə rəvayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə cəhənnəm odunu xatırlatdı və üzünü çevirdi, qorundu. Sonra isə belə buyurdu: Oddan qorunun. Sonra üzünü çevirdi, qorundu. Biz sanki onu sallallahu aleyhi və səlləm ora cəhənnəmə baxırdı deyə zənn etdik. Sonra isə belə buyurdu: Cəhənnəmin odundan yarım xurma dənəsi ilə olsa belə qorunun. Kim bunu da tapmasa, onda gözəl sözlə qorunsun.